Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. Xəzər Futbol Liqasının 11-ci sezon 3-cü tur çərçivəsində günün daha bir maraqlı qarşılaşması bu görüşdə Tura və Buzovna kollektivləri üzrə iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümid edirəm maraqlı məhsuldar oyuna şahid olacaq. Meydandan sağ tərəfdə Buzovna meydana, sol tərəfdə isə Turan kollektivi çıxış edir. Hər iki komandaya uğurlar arzu edir. Həmçinin start heyəti də zəvzə çatdıraq. Turan komandasında qapını qoruyur Əlizaman Quluzadə, müdafiədə Fuad Atayev və kapitan Həsən Həsənov, mərkəzdə Şahmar Əsgərov, hücumda Nasim Məhsumovla Ramil Əbilov mübarizə aparacaq. Digər tərəfdə isə Buzovna kollektivində qapını Mir Yusuf Həsənov qoruyur, müdafiədə Əli Nəzərov və Elçin Məmmədov, mərkəzdə Ramiz Məmmədzadə, hücumda biz görürük Kamran Quliyevi və bir də Kamal Mustafazadəni. Hər iki komandada itkilər var. Komandalar adına inamlı mübarizəsi ilə fərqlənən bir neçə oyuncu məhz hücum meydanda yoxdur. Xüsusən də gözümə Turanın sabiq üzvü Orxan Əhmədli dəymədi. Məsələn, Orxan Əhmədli mübarizədə yoxdur. Təbii ki, Ürək komandasının yanındadır. Elçin Məmmədov. Şahmarın təzyiqi var idi. Əlizaman Quluzadə nəzarət altında top meydanı tərk edir. Qapıdan zərbi. Belə görüşlərdə adətən ilk dəqiqələr kəşfiyyat xarakterli keçir. Komandalar bir-birlərini analiz etməyə çalışırlar. İşsiz oynamaya çalışırlar. Doğrudur. Yüksəklikdə başlayıb. Amma bir qol zənimcə oyunun seyrini dəyişəcək görək. Görüşdə hesab nə zaman açılacaq? Əli Nəzərov, Mir Yusuf Həsənov. Kamran Quliyev Şahmarı keçə bilmədi. Yağ xətdən altı topa ilə daxil edilməlidir. Fuad Atayev, Nasim Məsimov bir halda cəmlə. Korner. Yeni gələnlər biz xoş gəlmişsiniz. Rəyləri bağlayacağım. Çünki yayım aşağı düşür. Rəyləri bağlayıram. Ekran bəyənməsi 10.000 olan kimi rəylər də açılacaq. Zəhmət olmasa. Amma bir nəfər kimi bəyənsin. 10.000 olsun, daha sonra rəyləri açılsam. Nə sualınız var yazın. Öncədən minnətdarım. Mir Yusuf Həsənov, Əli Nəzərov oynadı. Yenidən geridən bir əmlə qurulacaq. Diaqanlı ötürmürdə Kamran Quliyevi düşünmüşdü. Düşüncə yaxşı. Bitirmək istənilən kimi alınmır. İndi altdan top oyuna daxil edilməlidir. Həsən Həsənov və Əlizaman Quluzadə. Fuad Atayev. Şahmar hərəkətlənib. Fuad bir qədər gözlədi. Ramil Əbilovu qatdı. Yüksəlik qazanmışdı Kamran Quliyev. Şahmarla mübarizə, amma hər şeylə qaydalar çərçivəsində deyə referi bildirir. Orada Ədalət təmsil Fəqan Kərimov xatırlatma edir. Etirazlar cavabında sarı vərəqə olacaq deyə. Əli Nəzərov. Kamran Quliyev. Mustafazadə. Yeni gələnlər biz xoş gəlmişsiniz. Bir daha xatırladıram. Ekranı bəyənək, paylaşaq zəhmət olmasa. 10.000 olan kimi də rəylər açılacaq. Ramil Əbilov. Elçin Məmmədov idi topu meydandan çıxaran. Riskə getmədən topu meydandan çıxardı. İndi altın topu ilə daxil edilməlidir. Fuad Atayev geriyə doğru ötürməyə Həsən Həsənov. Görüşdə artıq 5 dəqiqəni geridə qoymuşuq. Qolsuz bərabərlik var. Bunları qeyd edeyim. Hər iki komandanın həmləsi olub, amma hələ ki topu çərçivəyə yollama mümkün olmayıb. Mir Yusuf Həsənov. Məsimzadə. Əli Nəzərov. Şahmarı keçə bilmədi.
Şamar Əsgərov ara ötürməsi Məsim. Kamramla mübarizə aparırdı. Ramiz Məmmədzadə qayda pozulub. Məsim qaydanı pozub. Cobulluq var. Sarı vərəqə. Görsədəki ilk rəsmi xəbərdarlıq. İlk sarı vərəqə. Ramiz Məmmədzadə artıq topu Məsimdən uğurlamışdı, amma Məsim qaydanı pozmalı. Topu yenidən qazanmaq isə təcavüzdə söz sarı vərəqə. Rəsmi xəbərdarlıq. Kamran Quliyev istiqamət dəyişdi. Əli Nəzərov. Əsas Şahmar var. Əli. Şamar uğurladı topu. Burada Elçin Məmmədov. Fuad Atayev. Mirosov kəmlədə top özündə saxlanmağı bacar. Fuad Atayev. Məsim. Şahmar. Elçinlə mübarizə aparır. Kamal uğurladı topu. Yanında indi Əli Nəzərov var. Bir qədər gözlədi. Mustafa Zadə görək nə edəcək. Bu zərbədir. Top qapıdan aralı keçir. Qardaşlar, ekranı bəyənək, paylaşaq zəhmət olmasa. Bəyənənlər var, amma bu bir qismdir. Mən də elə həmin qismin suallarını cavablandırmayayım da. Hər kəsin suallarını cavablandıraq. Ekran bəyənməsini 10.000 edək. Sonra nə sualınız varsa rəylərdə açacam yazın. Zəhmət olmasın. İnanın ki, sizin bu bəyənləriniz mənə gəlir və yaxud mənfəət qazandırmır. Sadəcə yayımı da sabi saxlayır, daha çox kütlə qarşısına çıxarır. Bizim də məqsədimiz odur ki, belə görüşlər daha çox kəs izləsin. Fuad Atayev. Ötürmə. Ramil Əbilov bir qədər gözlədi. Ramil. Məsim. Əmlə. Əydət üçün minnətdaram. Çox sağ olun. Amma ehtiyac yox. Elçin Məmmədov. Kamran Quliyev. Kamran. Zaman Quluzadə. Qapısına diqqətlidir, keçid vermədi. Korner. Teşekkür ediyorsun. Həsən. Həsən 2 nəfərin əhatəsindən topu çıxarmaq istəyirdi, alamadı. Əli Nəzərov. Səhvimi düzəldim. Ali deyil indi. Formasını çıxardı bəli. Əli Nəzərov bizi yenə meydanda görür. Məsim. Fuad Atayev. Bu arada rəqimin heyətində əvəz etmə birgə baş tutub. İrfan Kərimzadə komandanın əsas qol silahlarına bir də meydana daxil olub. Həmçinin digər oyunçusu İsmail Şıxaliyevdir. Ekran bəyənənlər sağ olun, var olun, aşağıda adlarınızı görə minnətdaram. Ekran bəyənməsi 10.000 olan kimi rəyləri açılacaq və siz də suallarınızı yaza biləcəksiniz. Məsimzadə topun arxasında ötürmə ilə başladı Həsən Həsənov. Orada İsmail Şıxaliyev diaqanlı ötürmə yaxşı alındı. İrfan! Hər kəsi intizarda saxladılar, amma nəticə hasil olmadı. Əli Nəzərov eyni icrata. Kamal orada Məsimi keçə bilmədi. İrfan Kərimzadə.
Elçin Məmmədov müdaxiləsi var idi. Messi. İrfan. Elçini keçə bilmir. Kamran Quliyev. Əli Nəzərov çəkmə baxış atdı amma Sələn kim alımır o nəmləsi. Qapıdan zərb olmalıdır. Əli Zamanguluzadə. İsmail Şıxaliyev. İrfan hərəkətlənib. İrfan ayağını yüksəyə qaldırmışdı. Qayda pozulub. Əli Nəzərov. Məsim Nəsimzadə. Kamrandı. Fuad Atayev. Elçin Məmmədov. Kamran. Fuad Atayev. Fuad. Mir Yusuf Həsənov. Özünü çatdırdı. Son anda özünü çatdırdı. İrfan. Orada Əli Nəzərov sarı vərəqə gördü. Bu görüşdəki ikinci rəsmi xəbərdarlardır. Bundan öncə isə Məsim Nəsimzadə sarı vərəqə ilə cəzalanmışdı. Fuad Atayev. İrfan. Səmti dəyişmiyorlar. Messi ilə doldu. Messi. Fuad Atayev. Zərbə olacaq mı? Messi Nəsimzadə. Zərbədə keçid yoxdur. Bu dəqiqələrdə hücumlardan kəsələrdə bir qədər artırıb Turan kollektivi. Kamran Quliyev. Xəzərpol Liqasında 11-ci sezon 3-cü tur çərçivəsində məhz bu görüşdə Turan Buzovna kollektivləri üzə gəlir. Görüşdə qolsuz bərabərlik var hələ ki. Hesab açılmayıb hər iki komandanın həmlələrinə rəğmən. Görüşdə isə artıq 14-cü dəqiqə oynanılır. Bunu da qeyd edim. Bu arada oyuncu dəyişiklikdə baş tutub. Seyran Quluzadə meydana daxil olub. Əli Nəzərov əvəzləyib elə. Elzama Quluzadə yerinə qaldı. Ramiz Məmmədzadə ilə mübarizədə. Yeni gələn Ərbiz, xoş gəlmişsiniz. Fasiləkən eləməz bir daha qeyd edim. Görüşdə ki qolsuz bərabərlik var. Onda qeyd edim ki, artıq 7200 ekran bəyənməsi var. 10.000 olan kimi rəylər açılacaq və siz suallarınızı ünvanlaya bilərsiniz. Mən də cavablandıracağım. Zəhmət olmasa. Hər kəs ekran bəyənsin. 10.000 olan kimi rəylər açılacaq. Oyun bərpa olunur. Kamran. Seyran Quluzadə akrobatik zərbə endirmək istirdi. Hər kəs intizarda saxladı, amma nəticə hasil olmur. İrfan. İsmail Şıxaliyev. Sol tərəfdən bir əmrə ola bilər. Şıxaliyev ötürmə verə bilmədi. Ramiz Məmmədzadə. Ramiz. Kamran. Zamandan keçid yoxdur. İrfan. Kamalla mübarizə apardı. Mir Yusuf Həsənov. Kamran Quliyev. Çox başa-baş bir mübarizə izləyirik.
Belə hesabda da böyük əkisini tapır. 0-0'lıq bərabərlik var. Hələ ki görüşdə tilsim qırılmayıb. Fasilədən öncə hesab açılacaqmı? Yaxşı, komandalar fasilə bu hesablama yollanacaq. Verilən dəqiqələrdə bu sualın cavabını da tapacağıq. Bir dəqiqəlik. Time-out'u götürən tərəf Buzovna kollektividir. Hesab 0-0. İyi gələnlər, hər biz xoş gəlmişsiniz, hər bizi xoş gördük. Fasilə əsnasında nə sualınız varsa yazın, mən də cavablandırım. Ekran bəyənənlər, hər biz ayrıca minnətdaram, aşağıda darınızı görürəm. Çox sağ olun. 0-0'dır, bəli. Görüşdəs artıq 16 dəqiqəni girdi qoymuşuq. Dördüncü gün oyun var, bəli. Fasilə əsasında nə sualınız varsa yazın. 25 dəqiqə. Bilmirəm ki. 13-cü gün bilirik. Bu günə ayrılmış 4 oyun var. Bu artıq günün ikinci qarşılaşması. Bundan sonrası daha 2 maraqlı mübarizənin şahidi olacaq və bunda artıq qaldığı yerdən davam edir. Kamal Mustafazadə, Mir Yusuf Həsənov. Seran. Kamal bir anlıq büdrəsə də itirmədi. Miryosif Həsənov yaxşı alındı itirməyə. Burada İrfana müdaxiləsi vardı. Həsənov. İsmail Şıxaliyevə doğru. Məsimzadə Atayev yaxşı ötürmələr izlədi. İrfan Kərimzadə Atayev. Taban ötürməsi idi. İsmail boşda idi. Məsələ topana çıxarmaq istəyirdilər. Amma alınmadı. Altdan topana daxil edilməlidir. İsmail. İrfan. Atayev. Yaxın gücü nişan aldı, amma top çöldə yantorlar sirkələdi. Çərçivə düşmə mümkün olmur. Kamran Quliyev. Əli Nəzərov hərəkətlənib. Kamran görə nə edəcək? Mərkəz səttini keçsə, önü bağladı. Geri qayıtma məcburiyyətində qaldı Elçin Məmmədov. Yenidən Kamran. Nəzərov qatdı əmləyə. Qapı qarşısını ötürmək keçmir. Burada müdaxilə Şahmardan gəldi. İndi altdan top oyuna daxil edilməlidir. Kamran. Əksum şansı ola bilər. İsmail burada nə düşünürdü, nə etmək istədi? Sənimcə sualın cavabını özündən savaya heç kəs bilməyəcək. Top Turanda qaldığı üçün referi davam etdirdi, amma davamı da uğurlu alınmır. Miryosif Həsənov, Ramiz Məmmədzadə. Kamal, Elçin Məmmədov. Miryosif Həsənov. Sehran Amirə bilmir. Əli Zamanquluzadə, Məsimzadə. Topu rəqibə deyil. Əli Nəzərov, Ramiz Məmmədzadə. Ramiz ötürmə. Əli Nəzərov zərbə lazımdır. Təkrar əmlə alınmır. Arda cəhətlər. Əli Nəzərov. Nələr izlədi iki qapı önündə, nələr. Əhdən canlı səhət qurdular. Arda əmlələr. Qapısını sığortalamağa cəhət etdilər. Amma bu kifayət etmir. Əli Nəzərov hesab açır. Görüşürəm. Tilsim qırıldı. 1-0. Qolun adı qolun müəllifi Əli Nəzərovdur. Zənimcə bundan sonra daha maraqlı bir mübarizə izləyə bilərik.
Yəni fasilədən öncə məsələ daha bir neçə qol gələcəmi. Bir daha xatırladıram, bu görüşdə Turan və Buzovna kollektivləri üzrə Buzovnanın artıq minimal hesablı üstünlüyü var Turanın önündə. Standart vəziyyət. Cərimə zərbəsi duran top şansı ilə bir qədər hesabı bərabərləşdirməyə yaxındılar. Turan kollektivi topun arxasına Məsimzadə və İrfan Kərimzadə 2 nəfərdən ibarət canlı sədvər Yusuf Həsənov ötən dəqiqələr ərzində qapısını toxunma saxlamağa bacarıb. Görək, bu duelloda nə baş verəcək? Yox, bu zərbə o qədər də uğurlu alınmadı. Burada isə Ramizə qarşı qayda pozulub. Saşa, təşəkkür ediyorsun. Görüşdə artıq təxmin olaraq 4 dəqiqə yaxın bir müddət qalıb. Da qeyd edək. Hesab isə 1-0'dır. Minimal hesablı üstünlüyü var. İrfan Kərimzadə aldal cəmlələr. Raro itirməsi keçmədi. İrfan. İsmail İşğaliyev. Səhvə lazımdır burada. Həmlə edən Ramil Əbilov idi. Ona keçid vermədilər. İndi korner. Küncdən zərbə. Korner düzgün yerinə yetirilmədi. Ramil Əbilov. Şamar. Korner. Məsim zərbə indirə bilmədi. İmkan vermədilər. Gözlətməni görməli Nəzərov. Həmlə etsə də topu meydanda saxlama mümkün olmur. Bir qədər izafi güclə edilmişdi bu ötürmə. Oyunun ilk hissənin son dəqiqələri daha gərgin, daha tepli keçməyə başlayıb. Belə həqiqətən də sözün təsdiqini tapdı. Oyunun seyri dəyişib bir qədər. Daha yüksək tepdə bir mübarizə izləyirik. Əli Nəzərov. Top Şahmarda meydan tərk edir. Əli Nəzərovun passivində sarı vərəqə var. Daha diqqətli, daha ehtiyatlı olmalı diləməz. Ədalət təmsil Fəqan Kərimov da bunu işarə edir. Bunu bildirir Əli Nəzərovu yanına çağıraraq. Bu sənə son xəbərdarlığım. Daha bir belə etirazda ikinci sarıdan qırmızı vərəqədə meydanı tərk edəcəksən deyə. Skill oynadılar. Qapı önündə Yusuf Həsənov da komanda yoldaşlarına üzr istəyir. İkinci hissədə isə onu da qeyd edim ki, artıq dəqiqə yarım. Əli Nəzərov, son anda Əli Zaman Quluzadə. Pasivində sarı vərəqə var. Aktivinə də qol yazdırmaq istəyir Əli Nəzərov. İndi referim, oyuncular tələsirir. Yusuf Həsənov. Əbilov burada təzyiq edirdi. Əli Nəzərov. Seyran. Davam etmək istəsə də. İstədiyini edə bilmədi. İrfan Kərimzadə. Şahmar Əsgərov. Seyran əmləsi var idi. Ramiz Məmmədzadə. İrfan Kərimzadə. Yeni bir əmlə, yeni bir cəhd olacaq. İrfan özündən irəli bırakmışdı topu. Ramiz Məmmədzadə. Əli Nəzərov son müdaxilə. Şahmardan qapı qarşısına keçmədi. Əli Nəzərov. Şahmarın əmləsi var. Əli Nəzərov. Korner. İki hissədə artıq son saniyələrdir, son cəhdlərdir, son epizodlardır. Kamal Mustafazadə və Yusuf Həsənov.
Zaman Quluzadə. Gözlər artıq referidə. Son əmr, son cəhd. İlk hissədə İrfan, Ramil Əbilov qapı qarşısına ötürmək keçmədi. Dəkic Zuma da imkan verir. Görüşün hakimi. İndi ilk hissəni ilk maçdan Lofiti gəldi. Məhz Fasilə Buzovla minimal hesabla öndə yollanır. Turan öndə. Heç yer ayrılmır fasilədən sonra yenidən bir yerdəyik.